Hər kəs salam dostlar, mən Qeymisazı. Bugün Trackers of Europe 3-də yenidən qaldığımız yerdə sizlərlə birlikdəyəm. Dostlar, keçən bölümdə Milanodan Lensə qədər uzanan yolun yarısına qədər ilerləmişdik və sarı tək bir dorse ilə gəlmişdik. Dostlar, və keçən bölümdən bu yana bir çox qrafik ayarları da öyrəndim, yenidən ayarladım və oyunun içindəki bəzi şeyləri də düzəltdim və artıq qaldığımız yerdən davam edə bilərik. Yarı yola qədər gəldik və bir sonrakı şəhərə, bölgəyə keçid məntəqəsindən pulu ödədikdən sonra həmən dibində tam yanında olan bu kiçik dinlənmə yerində dayandıq və həmən bismillah motoru çalışdıraq dostlar. Və belə. Çox gözəl. Gördüyünüz kimi çox təmiz və rahat təmizlətdirmişdik ən son deyəsən. Yuxusunu da aldı. Benzin də yəni biraz azdır əslində, amma olsun, idarə edər. Haydi içəri keçək və biraz daha qaza basaq ki, motor isinsin. Və tamam, qaldığımız yerdən davam edə bilərik. Haydi bunu da yandıraq və haydi bismillah yolumuza yavaşdan tərpənək. Dostlar, dörtləri də bir açaq. İşıqları da yandıraq. Yaddan çıxmışdı. Tamam, artıq məncə lecə yetişə bilərik. Bu benzinlə əgər çata bilsək, benzinxana tapa bilsək gözəl olacaq. Düşük yak deyir. Keçən bölümdən dediyim kimi bu bölümə yenə də bir Age of Story oynadıq. Sonra isə bu bölüm biraz da işlərim olur deyə 2 günə sadəcə bir və ya 2 video ata bilirəm. Amma olsun, yenə də çatdırmağa çalışıram. Bunları etməyə çalışıram. YouTube'umuzu Allahın izni ilə böyüdəcəyimizə, kanalımızı gelişdirəcəyimizə inanıram. Kanalımızın algoritmalarda yüksəklərə çıxmasını istəyirsinizsə abunə olub bir aşağı inmişkən like etsəniz sevərəm dostlar. İstəklərinizi yorumlara yazа bilərsiniz. Keçən bölüm səhv etmirəmsə Alt dağlarından gəlmişdik. Və bu bölümdə Alt dağlar deyil, xeyr, yəni normal bir yoldur Lecə qədər. Və olduğumuz bölgədə o bölgəyə yaxın yerlərə getməyi düşünürəm Avropa içərisində. Yəni təkcə Almaniyanı deyə düşünə bilmərik, amma şəhər də zaten Etsidəki kimi falan filan çox deyil. Benzin az olduqda sürət də çox yaxşı sürəti olmur. Tam istədiyimiz kimi getmir. Xəritəni də aça bilmirik, yəni. Xəritə açılması və ya yeni şəhər modları olsaydı, aman. Gecə qaranlıqda dilim də dolaşdı. Görmək olmur tam olaraq. Biraz belə açaq ki, ən azından qabaqda indi maşın yoxdur. Yəni gecə vaxtı maşın az olur yolda. Oyunun içində saat neçədir onu da görə bilmirik. Deyəsən, görürük deyəsən. Adı. Saat səhər saat 4 və ya 5 olması gerekir. Biraz qabağa. Yenə də sağa dönəcəyik. Yəni, adam nə etdi? Demək olar ki, yolu bir təzədən fırlanıb geri qaydırıq. Yəni, oradan döndük sağa, yenə də sağa dönürüksə, demək bu yox, sola dönürük. Mən ən yaxşısı əvvəlcədən danışmayayım, yolları tam olaraq tanımıram çünki, amma tanıyandan sonra artıq biləcəyik. Belə biraz oha çox sürətli döndük. Bəli, bu oyun üçün biraz təcrübə, biraz bilgi, biraz yol bilgisi falan bunlar önəmlidir. Sürüş qaydaları, yəni real həyata görə də tasarlanıb tam bir mobil ETS kimidir. Diqqətli olmalıyıq. Buradan düz gedəcəyik dostlar. Belə elədim.
Orada deyəsən Alp dağlarına gedir. Yox, Alp dağları bu tərəfdədir. Demək olar ki, sıfıram yəni bu oyunda. Çox da bilgim yoxdur. Burada bir olmalıdır məncə, ya yeni bir məntəqə olmalıdır bu yolun ortasında, sonunda və yaxud benzinxana olması gərəkir. Çünki olmasa belə necə bilmirəm. Rulu da fırlatmaq biraz çətindir. Aman aman, burası çox təhlükəli yerdir. Burada bir anlıq işıq söndü. Sağa sola keşke bir dəmir falan qoysaydılar. Bir olsun kimsə düşsə bitdi yəni həyat. Çox əladır belə oyunları, xoşlayıram. Əgər siz də belə oyunları tapa bilərsinizsə, modları falan bilirsinizsə, yorumlara yaza bilərsiniz. Belə deyək, maşının içi isti, çöl, soyuq, çox əladır yəni. Yağış falan yağarkən belə yollar getmək tam da reala oxşuyur, adama xoş gəlir. Həm mən, həm də sizə nəzərinizə, çünki bir sakitlik verir bu yollar getməyi, izləməyi falan. Aman 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 aman, yavaşlayaq sürət. Qabaqda sərt viraj olacaq. Diqqətli olaq. Bismillah, hadi buradan bir rahat keçə bilərsək tamamdır. Burada dağların içidir, səhv etmirəmsə. Əslində tam belə Avropanın xəritədən baxmışam və səhv bilmirəmsə oxşuyur yollarına, amma tam olaraq bilmirəm yəni. Daşları da elə qoyublar ki, sərt yapışsaq. Aman aman aman. Super dostlar. Bəli dostlar, sonunda qurtara bildik. Bir xodlayaq. Tamamdır. Çox gözəl. Bilmirəm yolu niyə xodlanmadı? Tamam. İndi açıldı. Okey. Geri gedik. Qardaş sizə də bir. Tamamdır. O zaman qaldığımız yerdən davam edək. O avtobus niyə elə etdi bilmirəm. Yəni, anidən yolun sonuna çəkildi. Bir benzinxana da tapsaq gözəl olacaq. Maşını sürmək də çətindir. Virajlar çox çətindir. Yəni demək olar ki, öyrənmək çağındayıq hələ ki. Yəni haqlı keçək yenə də. Tam olaraq bilmirəm necə oynanır. Yəni sıfıram. Yavaş-yavaş öyrənəcəyik. Yollara da baxıldıqda görünür zaten. Sağdan bir şey, yuxarıdan da bir şeylər gəlir. Reklamın çıxması da bir oldu. Əslində interneti bağlamışdım. Gücbəla ilə çıxdım ben oradan. Yenə də deyirəm, əgər bu oyunun bir şəhər modlarını falan tapa bilsəz, bu niyə frenə basanda durmur? Niyə frenə basanda durmur? Millətin üstündən çıxmışdıq. Yəni frenə basanda durmur. Yavaş. Tək bir dorseni belə daşıya bilmirsə, Alp dağlarıdır deyəsən, bəli, Alp dağları ikinci versiya.
Kusura bakmayın bayım. Onların da işinə çətinlik gətirdik. Üstünə çıxırıq az qala. Aman, aman, aman. Yollar da çox, virajlar çətindir. Belə sağdan alaq. En azından burada bir ev var. Oyunda da qısa bir donma oldu. Ha, bu baxın, bu həmişə buna binmək istəmişəm. Çox gözəldir. Bu arada yeni oyunlar kəşf edirəm hər dəfə və hamısını YouTube'a, bu kanala çəkib sizlərlə paylaşmağı səbirsizliklə gözləyirəm. Çünki Age of Story falan oynayırıq. Mən oha, sağa dəydi. Sevdiyim oyunlardan biridir. Orada indi Kosovanı bitirib, sonra yeni bölümlər çəkəcəyim modlar falan var. Onları da sizlərə göstərmək istəyirəm. Yeni modlar çıxıb. Və də bu tür maşın oyunları və başqa market oyunları falan filan var. Əgər istəsəniz yorumlara yaza bilərsiniz hansı oyunlar oynayaq deyə. Bax, solda bir yer var, bilmirəm artıq ora girək. Çünki uzun yol görsənir və bu gördüyünüz kimi bu yolda heç bir benzinxana görsənmir. Ona görə biz məcburan bura girəcəyik. O zaman belə eləyək. Sağdan alaq. Yəni məcburan, çünki benzin yoxdur və götürməliyik. Tamamdır. Doldur deyir. Amma hamısı doludur. Mən nə anladım bu işdən? Hocam, dostlar, siz bir şey anladıysanız yaza bilərsiniz. Mən heç anlamadım. Benzin necə? Axı sıfırdaydı. Yəni en son gördüyüm. Tamam, heç bir maşın yoxdur. Yavaşdan buradan çıxa bilsək, okey. Zaten biz çıxana qədər də səhər açıldı. Gedib çata biləcəyikmi? Aman, aman, yavaş gedək. Burası Alp dağlardı deyəsən, çətin yollardı. Biz səfər başqa yolu seçdik. Leçağı yaxın görsənirdi. Umarım bu videoda çatarıq, yoxsa yenə bu videonu da ikiyə bölmək istəmirəm. Burada da bir dimlənmə yeri var imiş. Trena bastığımızda çox yavaş dayanır. Ona da bir baxmaq lazımdır, baxdırmaq lazımdır. Bu oyun və ETS-dəki bu 2-3 oyunda debas falan, bunlarda ayarlardan, qrafiklərdən yox, real həyatda gedib bir maşınxana falan oralarda baxdırmaq daha realdır. Bu niyə belə oldu? Çünki həqiqi real həyatdan götürüblər, qrafikləri falan düzəldirlər və hər 2 dəqiqə başda bir şey çıxır. Tamam. Yollar o qədər çətindir ki, reklam da bir yandan həqiqətən canımızı sıxdı. Reklamı da götürə bilsəydik. Tamamdır, ən azından qarşıda bir yol var deyəsən, şəhərə mi bağlanır, yoxsa çatdıq mı? Ona baxaq. Məncə çatdıq. Bəli. Deyəsən buradan sağa dönəcəyik və bitəcək.
Bəli, çatdıq. Şükür Allaha sonunda. Reklamlar eşliğində yetişdik park etməyə atla. Bəli və bura qədər. Çox gözəl davam etdi. 4-cü deyəsən 3-cü səviyyəni də keçdik. 2400 səviyyəsinə qədər gəldik. Sürücü məsafəsi 276 km gəldik. Keçən süre 13,4 saat. Tükətilən yakıt 377 litrmi? Hasar cezası 44 deyir. Gecikmə cezası. Tamam, cəzaları qaldırmayaq. Baqolar. 1646 euro kazandıq və davam etdik. Biz bir tırımızı, maşınımızı bir bura qədər bir park eləyək və bu bölümü də burada bitirək. Dostlar, zənnimcə bugün çox gözəl bir video oldu, keyifli bir video oldu. Bəyənsəniz sevinərəm dostlar və bura qədər ekranları da takmasanız gözəl olar. Və start stopu basırıq. Bunları etdik. Tamamdır, başqa nə var? Pəncərələr falan kapat. Okey. O zaman bugünlük bura qədər dostlar. Bir sonraki bölümdə görüşənə dək sağ olun, sağ olun.